ESPN-ə görə 2026 Dünya Çempionatına qatılan ən yaxşı 6 futbolçu. 50-lik siyah olaraq düzəldilib. Mənə ilk oradan 6 futbolçu lazımdır. Okey, performansına görə yəqin ki. Aha, bəli. Messi. Əlbəttə ki. Yox, Messi yoxdur. Bu tək Dünya Kubokuna görə nəzərdə tutulmur. Ümumiyyətlə, hal-hazırdakı vəziyyətlərinə görə onda okey, onda məsələ dəyişir. Osman Dembele var orada. Doğrudur. Eləmə siyahının birinci pilləsində Osman Dembele yer alır. Onda elə komanda yoldaşı da. Desire Doué yoxdur. Dumfries. İlk 6-da yoxdur. O da yoxdur. Yox. Kimlərdən ola bilər? Ən sonlardan ən yaxşı performans göstərənlər ağlıma valla bir qədər çətin məsələdir, amma Fernandes var. Bruno Fernandes var, siyahının 5-ci pilləsində. Rafinha bəs? Rafinha ilk 6-da deyil, 8-də olmalıdır səhv etmirəmsə. İlk 8-də var, amma ilk 5-ə düşməyib. Burada Barcelona düşmənləri var. Hiss edirəm mən. Barcelonadan var bir futbolçu, elə məhz 6-cı pillədə. Rafinha yoxdursa ki, başqa kim olacaq orada? Yamal? Yamal da var, bəli. Hətta bir dedim, mən səhvim düzəldim. Lamin Yamal siyahının 2-ci pilləsindədir. Bəli. Bundan savayı da Barcelona. Amma təxmin edirəm Real Madriddən heç kim yoxdur orada. Real Madriddən ilk 6-lıqda yoxdur, bəli. İlk 6-lıqda yoxdur. Düzgün təxmin eləmişəm. Qismət. İnşallah gələn illərdə, gələn mövsümlərdə bu siyahının içərisində görərik onları 5-də, ən azından 1-2 oyunçu. Aha, davam eləsən siyahıya. Demək sadəcə yox 3-4-6 qaldı. Tamam, sadəcə yox demək üçün istəyirəm bunu. Mbappe var orada. Mbappe yoxdur. Yoxdur, nə gözəl. Qismət. Real Madrid azərkeşləri. FKC və ürək sözlərimizi deyil. Siyahı sadəcə çıxardılıb və siyahıda olan insanlar təsadüfi şəkildə kinayə istehza var idi orada. İstehza yox idi. Sadəcə siyahıda yoxdur. Mən uğur arzu edirəm. Davam elə. Ki ən azından gələn mövsümlərdə 3-4-6 qaldı. 3-4 qalıb. Onda belə deyim də, ayağı düşərli olmayan bir oyunçu ağlıma gəlir. Amma axır bir qədər düşərli olurdu, ən azından Bundesliga-nı falan aldılar. Harry Kane var orada. Var. Siyahının 4-cü pilləsində Harry Kane var. Harry Kane. Qaldı 3 və 6. Birini sən tap, birində məhz. Okey, birini mən tapım, birini. Gənc oyunçulardandır. Ondan dünya çempionatında gözləntilər yüksəkdir. Mən nəsə ağlıma yenə Real Madrid Bavariya oyunu gəlir. Nədənsə təsadüfi bir şəkildə. Olise demək istəyirəm. Doğrudur. Michael Olise siyahının 3-cü pilləsində. Qaldı 6-cı. 6-cı məncə izləyəcəyəm. Valla məncə də, çünki Realdan yoxdur, Barcelonadan da 2 oyunçu da dedik. Əgər bir dənə oyunçu Barcelona alsan, o gəlib bütün sastavı sayaq. Məncə o düz gəlmir. Sizcə siyahının son pilləsində, 6-cı pilləsində kim yer alır?